hal-hazırda yağış yağır. Çöldə əməlli başlı leysandır. Və belə havalarda çox insan özünü yaxşı hiss etmir. Danışmaq istədiyim mövzuda mövsümi depressiyalarda olan payız depressiyasıdır. Daha çox payız depressiyası yox, ümumi depressiyadan danışacağım və payız depressiyasında bu daha da çox olur. Və belə olduğu təqdirdə də insanlar özünü narahat hiss edir, hər şeydən bezmiş kimi və heç nə etmək istəmir. Və burada böyük triada ilə müşahidə olunur. İnsan heç bir şeyə, qabağına zövq verən bir şeylə marağı olmur. Əhval-ruhiyyəsi çox aşağı, heç bir şeydən zövq ala bilmir. Və üçüncüsü, hərəkətli minimuma düşür. Arenbeck'a görə isə burada başqa bir üçlü var, insanın yanaşması. Birincisi, özünə qarşı olan yanaşma. Mən heç kiməm, heç kimə lazım deyiləm və məqsədim də yoxdur, yəni missiyam bu dünyada heç nədir. İkinci isə ətrafa və ya insanlara olan münasibətdir. Burada insanlar hamısı pisdir, hər yer təhlükədir, getdiyim hər yerdə təhlükə var. Və üçüncüsü negativ düşüncələr, hər yerdən pislik və narahatlıq gözləməkdir və eyni ilə də o düşüncəsində insanın yaşayır. Ona görə bu hisslər sizdə vardısa və 2 həftədən 15 gündən çox davam edirsə, bəli, sizin diaqnozunuz depressiyadır. Və bu depressiya hal-hazırda xəstəliklər arasında dünya üzrə ikinci yerdədir. Ürək-damar xəstəliklərindən sonra və proqnozlara görə birinci yerə çıxacaq. Ona görə sadəcə depressiya deyib vaz keçməyin. Çünki sonradan bu çevrilib başqa bir narahatlıqlara olur və ümumiyyətlə kroniki depressiya və digər problemlər. Depressiyadan indiyənəcən xeyir görən insan olmur. Buna görə zəhmət olsa bunu nəzərə alın, vaxtında üzərinə düşün və bununla bacara bilin.